qonşunun 51 yaşı var və mədəsində səpki var və 12 barmaq bağırsağında səhv eləmirəmsə yara var. Yara var dedik. Samir bəy, ümumiyyətlə, mədə-bağırsaq xəstəlikləri hədsiz çoxdur. Çünki bizim insanlar qidalanma məsələsində çox elmsiz davranırlar. Mədə-bağırsaq xərcənginə görə Azərbaycan dünyada ilk yerlərdəndir, ən yuxarı yerlərdəndir. Səbəbi də odur ki, qaynar çay. Ləzzət alırlar, yarışa girirlər ki, mən samavar qaynayan kimi içdim. Ağzım yana-yana çay içirəm. Ağzım yana-yana içirəm, bilirsən onun ləzzəti nədir? Və o da təbii ki, indi biz bilməyib, təsadüfən bir qaynar su içəndə görürük ki, orada suluq əmələ gəlir, dilimizdə, dodağımızda. Mənim dodağım yanır, dilim yanır. Ümumiyyətlə deyil, normal adamda hamıda yaranır bu. Və son nəticədə də hər zaman qıcıqlanır seyirli qışa və axırı da gəlir, o qıcıqlanmalar xərçəng xəstəliyinin yaranmasına səbəb olur. Xərçəngdən də öncə ağız boşluğunda və yaxud da dildə və yaxud da yemək borusunda o qaynar su haradan keçirsə, mədənin girəcəyində, mədədə və düz gedir 12 barmaq bağırsağa qədər, o qıcıqlandırır, o seyirli qışanı yandırır. İlkin dövrdə qastrit əmələ gəlir, erroziya əmələ gəlir, sonra mədə yarası əmələ gəlir, yaxud da ki, mədədə hələ yara formalaşmamışdaq ki, qastrit, erroziya var, 12 barmaq bağırsaqda yara əmələ gəlir. Bütün hallarda bu son nəticədə gözləməyəndə gəlir sonra qanaxmalar verə bilir, qanaxmaya gətirib çıxara bilir. Vay, vay, vay. Yaralar həyat boyu insanları incidir. Bəzən görürsən ki, yaranı sağaldırsan, yara sağalandan sonra orada daralmalar əmələ gəlir. Yemək borusunun mədəyə keçən yerində, yaxud mədənin çıxacağında 12 barmaq bağırsağa keçən yerdə insanlar deyir, əziyyət çəkirəm, qaytarıram. Əlavə olaraq, indi yenə də suallar verilir, reflüks deyilən bir şey var. Yemək borusunun qapağı, klapanı, qapağı açıq qalır. Mədə turşuluğu çox olanda və yaxud öd küçəsinin diskineziyası olanda birdən güclü öd vurur və yaxud da turşuluq qalxır, yemək borusuna, elə bilirsən ki, yemək borusunu yandırdı. Şübhələnirsən ki, bu da infarktın əlamətidir burada yanğı olanda. Mənim özümdə də var, yürüdüm, kardioqramma çəkdirdim, təcili gördüm, heç nə yox. Sonra bir dəfə yoxladım. Burada yanğı olanda? İki yer var. Bir, yemək borusunun girəcəyində, bir də mədəyə girəcəyində. Bu iki yerdə daralma var, normalda bütün insanlarda. Bu nevrozlarda, dediyim kimi iltihab proseslərdə, o qıcıqlandırmaların hər birində o daralmalar biraz daralır. Adam deyir ki, buradan yemək keçəndə toxunur nəyəsə və yaxud burada nəyəsə toxunur, nəsə var orada. Başlayır özünü fibrogastroskopla yoxladı, nə müayinələrin, Əslində bunlar hamısı bir normal bir fizioloji formadır. Sən onu qıcıqlandırmaqla daha da daraldırsan və yaxud da ki, nevrozsan, onu hiss edirsən və onun orada problemi sən artırırsan. Ona görə də o xanıma nə deyirəm, məsləhətim nədir yoldaş üçün? Siz o yoldaşınızın müayinələrinin hamısını mənə atın. Nömrələrin bax görürsünüz. Nömrələri görürsünüz, aşağıdakı nömrələri. Hamısında da WhatsApp var. Mənə atın müayinələrə baxın. Baxandan sonra sizə məsləhət verəcəm. Ona qədər isə sözüm odur ki, siz ona qıcıqlandırıcı qidalar, turşudur, acı bibərdir, isti qaynar xörək və yaxud da çaydır, çox olduqca soyuqdur, dondurmadır, qətiyyən verməyin. Qıcıqlandırıcı. Ona bir mədə bağırsağa körpə uşaq kimi baxmaq lazımdır, sağalana qədər.